türklər də kuşkonmaz deyirlər. Avropada asparagus deyilir. Asparagin adında amin turşu məhz asparagusda, yəni qulançarda var. Və qulançarın tərkibində həmçinin saponinlər var və digər minerallar var. Həmçinin araşdırmalar aparılıb üzərində. Vitaminlər digərləri bitkilərdən daha zəngindir. Şatavarin adında hormonal təsirə malik olan maddə var. Qulançar ən yaxşı təsirlərindən biri qaraciyər xəstəlikləridir. Yanaşı olaraq digər sinir xəstəliklərində, məsələn, Alzheimer, Parkinson kimi xəstəliklərdə, digər beyin damar xəstəliklərində qulançardan geniş istifadə olunur. Yanaşı xəstəliklərə görə, məsələn, kimyoterapiya alır, şəkərli diabeti var. Uzun müddətli dərman və yaxud da antibiotik qəbul edən insanlar var ki, onlar qulançardan istifadə eləsinlər. Çünki orqanizmdə şlak və toksinləri çıxartmaqda, xaric etməkdə çox böyük rolu vardır. Həmçinin qulançarın digər kistik xəstəliklərdə effekt verir. Məsələn, qadın xəstəliklərinin yumurtaqların kistalarında.